Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. N bərabərdir, siyahı mənimsədilib. N bərabərdir n-in sıfırıncı indeksinə, yəni bərabərdir 5-ə. X n-in içindəki elementləri alır. Bu deməkdir ki, biz 5 dəfə dövr etməli olacağıq. Birinci dövrdə X elə 5-in özüdür. N-in içində ilk elementdir. M-dən kiçikdirmi? Yox. Təzədən qayıdıram. Bu dəfə x n-in ikinci elementi olur. İndi m-dən kiçikdirmi? Hə. Hə deyirəmsə n bərabər olur artıq x-a. Yəni n bərabər olur 2-yə və n-in içərisində x-ı silirik. X olan elementin özünü silirik. X əgər 2-dirsə, bu n-in içərisində 2-ni silir. Daha sonra növbəti dövrdə x olacaq 8 və x 8 isə bu m-dən kiçikdirmi? Yox. Təzədən qayıdıram. Bu dəfə x olacaq 1, m2-dir. M-dən kiçikdirmi? Hə. Hə deyirəmsə m bərabər olur artıq x-a, yəni 1-ə və n-in içərisində 1 olan elementi silir. Və son olaraq növbəti dövrdə x 9-dur. M-dən 1-dən kiçikdirmi? Yox. Və dövr yekunlaşır və çapa gedəndə n-in elementlərini cəmləməliyik. N-in elementləri 5-dir, 8-dir və 9-dur. Bu elementlərin cəmini çapa verməliyik. Doğru cavab olacaq 22.